Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim bu mövzuya toxunam. Bir neçə abunətim bu haqda yazır ki, ördəklərimiz cütləşir, niyə yumurtlamır, bu nədəndir, hansı səbəbdəndir? Bu haqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, sizin lal ördəklər əgər cütləşirsə, yumurtlamırsa, tezliklə yumurtlayacaqdır. Və əgər belə deyək də cütləşirlərsə, o demək deyil ki, o dəqiqədə yumurtlayacaqdır. Ancaq hazırlaşırlar. Bir şey deyim, əziz izləyicilər, lal ördəklər bilirsiniz ki, yaxşı baxanda mən həmişə demişəm, o misal üçün yumurtadan çıxdı, 6-7 ay siz onlara şəkərli yem balaca vaxtla böyüyənə kimi versəz, 6-cı, 7-ci ayında ördəklər, dişilər anaş ördək kimi görsənəcəkdir, böyüklər isə erkək ördək kimi. Yox, siz onlara belə deyim, bir 10-15 gün şəkərli yemdən sonra keçəcək buğday yarmasına, nə bilim qarğadalı yarmasına da belə üydürmüşsünüzsə də elə verəcəksiniz. Sonra biraz da 1 ayla, 2 aydan sonra başlayacaqsınız, çatdıra bilməyəcəksiniz, kəpəklə çörəyi zadı qatıb belə verəcəksiniz, buğda zad arada. Onda sizin ördəklər gec yekələcəkdir və gəlib 8, 9, hətta 10 ayını keçəndə, 11 ayını keçəndən sonra başlayacaqdır yumurtlamağa. İndi sizin ördəklər əgər yumurtlamırsa, siz 11-ci ayına baxmalısınız, neçə aylıqdılar və indi ola bilər ki, 6-7 aylıqlardılarsa, ancaq yenə də yumurtlamırsa, həmçinin də siz onlara belə deyim də pis baxıbsınızsa, yemini zadı yaxşı verməyibsizsə, təbii ki, onlar gələcəklər aprelə, maya yumurtlayacaqlar, yəni axırlarına daha doğrusu. Ancaq yaxşı baxanda fevralda zadda da başlayırlar yumurtlamağa. Və sözü nəyə gətirəm əziz izləyicilər? Əgər bugün lal ördəklər cütləşirsə, onların vaxtıdır. Çünki lal ördəklər mart ayında zadda çox vaxtı, istilər düşəndə cütləşirlər və belə deyim, apreldə zadda yumurtlayıb yatıb, mayda çıxardırlar. Ən yaxşı çıxardan, yəni belə deyim də, əgər yaxşı baxıbsa maya kimi çıxmalıdır. Təbii ki də yay boyda çıxırlar lal ördəklər, ancaq ən yaxşısı yaxşı baxanda, yemini yaxşı verəndə və yerini istəyəndə fevralda zadda, yanvarın axırı zad belə başlayır, fevralda zadda çıxardırlar. Yəni yanvarda başlayıb yumurtlamağa, fevralın axırı, fevralın ortaları da çıxardırlar. Yəni mənkilər elə oldu. Yəni bir neçəsi də yatır. Yəni çıxartdıqca da mən satıram. Və sözü nəyə gətirmək istəyirəm? Abunəçəm yazırdı ki, lal ördəklərimiz cütləşir, ancaq belə deyək də yumurtlamırlar. Bu nədəndir? Bu ondandır ki, əziz izləyicilər, gözləyin artıq lal ördəklərin vaxtıdır. Onlar 5 günə, 10 günə yumurtlayacaqdır. Yox, əgər tez yumurtlamağını istəyirsə və yaxşı yumurtlamağını istəyirsə, xüsusi toyuq yumurtladan yem var, granula yemidir, şəkərli yemə oxşuyur. Ondan alırsınız 10 kilo, 10 kilo buğdayla qatıb verirsiniz. Ondan sonra bir həftədən zaten sonra başlayacaqlar yumurtlamağa. O çox yaxşıdır, yəni ördəyi, toyuğu, hündüşkanı tez yumurtadır. Ondan alırsınız əziz izləyicilər, yemlərinə qatırsınız. Dayanmadan özünüz də nəticəni görəcəksiniz ki, misal üçün sizin lal ördəyiniz çıxartdı, balanı altından götürürsünüz və o yemdən verirsiniz. 10-15 gündən sonra, maksimum 21 gündən sonra başlayacaqdır yenə də yumurtlayıb yatmağa. Və siz o yemdən verərək onlardan ildə 2 dəfədən çox, yəni 3 dəfə, 4 dəfə bala götürə bilərsiniz. Ancaq verməsəz belə 2 dəfə tam götürəcəksiniz. Yəni budur səbəb. İndi vaxtlarıdır. Əgər sizdə gecikirsə, siz ki, may ayında indi yumurtayıb yatıb və may ayında balaları çıxsın, həmən o yemlə gedib alırsınız. İndi ördəyinizin sayına baxır da. Ümumiyyətlə, mən onu çox vaxtı bütün yay boyu verirəm. Yəni necə? Kürt yatdılarsa yox. Misal üçün balanı çıxardıbdısa, balanı ayırıram, satıram, yenə də o yemlə verirəm. Bir çox adamlar deyir, ziyanı olur, filan beşmə, heç də bir ziyanı yoxdur. O, xüsusi onun içində, belə deyərdim də, vitaminlər var və tez yumurtadır. Onu deməli, əziz izləyicilər, buğdayla qatıram 50-50-yə, yəni 10 kilo buğda, 10 kilo da ondan qatıram, 20 kilo olur və qabaqlarına qoyuram.
Onu yaxşıca yeyirlər və həm yaxşı yumurtayırlar, həm də tez kürt yatırlar. Yəni balanı götürəndən sonra onu verirəm. Başlayır o qızışdırır, yumurtadır. 15 gündən sonra başlayırlar yumurtlamağa. Yerləri dolandan sonra yenidən belə deyim yatırlar. Yəni o çox yaxşı belə deyim yemdir. Yəni alıb ondan verə bilərsiniz. Yox sizdə artıq cütləşirlərsə yemini yaxşı verin, güclü verin. Yəni vitaminli belə deyək də yemlər verin. Bu tək buğda deyil də, ot verin. Ondan sonra buğda ilə qarğadalınız adı qatın verin. Bir damcı sərsər tökdüm yox. Tökün. Yəni qabaqlarında qoy yesinlər. Gecə hətta həyətdə qarırlarsa və yaxud setkə salsınsa qabaqlarına yem qoy səhərə kimi yesinlər və 3-4 gün, 1 həftə ərzində başlayacaqlar belə deyim lal ördəkləriniz yumurtlamağa. Yəni çalışın o yemdən elə verin. Bax belə əziz izləyicilər, bu gün də istədim bir balaca bu lal ördəklər haqqında danışam. Çünki bir neçə abunəçim bu haqqda yazırlar ki, ördəklərimiz şişirlər ancaq yumurtlamırlar. Mən də bax o haqqda dedim. Yəni onların vaxtı da aprel-may ayında onlar başlayıb yumurtayıb çıxardırlar. Tez əgər yumurtlayıb çıxartmağını istəyirsinizsə, yaxşı baxın, bir də o xüsusi yemdən verin. Belə, bu qədər. Yenə də hər kəsə təşəkkürlər. Kanallarımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Belə, sağ olun, salamat qalın əziz izləyicilər.